Son vaxtlar bir çox izləyicilər məndən soruşur ki, onlayn platformalar necə işləyir? Bu videoda sizlərə yeni rast gəldiyim onlayn platformanı sizlərə göstərəcəm. Yəni sadəcə olaraq ə, tanıdacam, yəni heç bir qazanc vədi və məcburiyyət olmadan. Bu platforma reklam və investisiya məsləhətli deyil. Mən sadəcə sizlərə bu platformanın interfeysini və xüsusiyyətlərini göstərəcəm. Yəni qərar verməzdən əvvəl hər kəs öz araşdırmalarını etsin dostlar. Platformanın adı Newazmoddur. Yəni platformaya daxil olduqda platformanın daxili sadə və aydın bir şəkildə görünür. Bu bölmədə balans, əməliyyat qeydləri və investisiya qeydləri ətraflı bir şəkildə görünür, aydın bir şəkildə. Yeni qeydiyyatdan keçmiş istifadəçilər üçün sistemdə 3 azin bonus göstərilir. Bu bonus bizlərə proyekti sınamaq üçün istifadə etmək üçün, yəni sınaqda istifadə etmək üçün verilir. Yəni qısacası proyekti test etmək məqsədi ilə istifadə edirik dostlar bu 3 azindən. Bu bölmədə avadanlıqlar bölməsində müxtəlif paketlər mövcuddur. Amma qeyd edim ki, burada gördüyünüz gəlirlər, rəqəmlər sadəcə yəni qazanc zəmanəti deyil, sadəcə olaraq sistem məlumatlarıdır. Yəni hər bir onlayn platformada risk mövcuddur. Mənim şəxsi tövsiyəm isə heç vaxt belə platformalara öz şəxsi borcunuz və son qalan pulunuzla daxil olmayın. Yəni itirə biləcəyiniz məbləğini, göz önünüzə ala biləcəyiniz məbləğlə daxil ola bilərsiniz kiçik miqdarda. Yəni proyekti test etmək məqsədi ilə istifadə edə bilərsiniz həmin o itirməyi göz önünə ala biləcəyiniz məbləği. Əgər dostlar sadəcə baxmaq və ya araşdırmaq istəyirsinizsə, link şərhlərdə qoyacağam. İstifadə edib etməməyiniz isə öz şəxsi işinizdir. Burada gördüyünüz belə desək, paket yatırımlarını görərsiniz. 10 azenlik məbləğdir və gündəlik gəlir yazılıb, etibarlılıq müddəti yazılıb və ümumi gəlir yazılır dostlar burada. Az əvvəl dediyim məlumatları da yadınızda saxlayın. Yükləmə bölməsi üzərinə daxil olub, yatırım bölməsi üzərindən istifadə edə bilərsiniz ki, hansı ki minimal yatırım 10 azindir və yükləmək üçün burada kanalı seçin bölməsi var. Kapital Bank üzərindən yatırım edə bilərsiniz və USD-20 adresi üzərindən yatırım edə bilərsiniz. USD-20 adresini seçdikdə 10 azin göndər bölməsi üzərinə klikləyirik və belə desək bizlərə TRC20 USDT adresi verilir və 5 dollar 10 sent göndərməyimiz gözlənilir və ekran şəkilini göndəririk. Daha sonra göndər bölməsi üzərinə klikləyirik. Kapital Bank üzərindən göndər bölməsi üzərinə kliklədikdə isə bankın adı, alıcı və aşağıda nömrəni köçürürük dostlar və şəkli göndəririk bura. Zaten burada da gözlənilən, yəni nə qədər müddətdə gələcək qeyd edilir dostlar. Bu bölmədən də baxa bilərsiniz. Əgər 30 dəqiqə ərzində vəsaitiniz gəlməsə, müştəri xidmətləri vasitəsilə birbaşa olaraq əlaqə saxlaya bilərsiniz dostlar. Eyni zamanda gündəlik giriş bölməsində də yatırımsız bir şəkildə 0.5 azin əldə edirsiniz. Gördüyünüz kimi mən bugün daxil olmuşam və 0.5 azin qazandım. Hər gün daxil olub qazanc əldə edə bilərsiniz. Eyni zamanda şanslı çarklar bölməsindən də qazancınız ola bilər. 0.5 dollardan 2000 üzrə 0.5 azinindən, yəni 50 qəpikdən 2000 azinə qədər siz qazanc əldə edə bilərsiniz. Aşağıda proyekt barəsində məlumat var. Dəvət bölməsi var. Sizlər verilən link kopyalayıb hər hansı bir şəxsə göndərir. Həmin şəxs linksə qeydiyyatdan gizli yatırım etdiyi təqdirdə müəyyən faizlərlə qazanc əldə etmiş olursunuz. Yəni bu şəkildə qazanc əldə etmək mümkündür. Çıxarışlardakı çıxar bölməsinin üzərinə daxil oluruq və hamısını seç bölməsinin üzərinə kliklədikdə məbləğ daxil edilir. Bank məlumatlarınızı yazırsınız. Gördüyünüz kimi Kapital Bank, kart adı, sahibinin adı və kart nömrənizi daxil etdikdən sonra çıxarış şifrənizi tənzimləyirsiniz. 6 rəqəmli şifrədir və minimum çıxarış 6 azindir. Gördüyünüz kimi çıxarış zamanı 18%lik bir komissiya tutulur. Çıxarışlar adətən 2 saat ərzində gəlir, amma xüsusi hallarda bu müddət 24 saata qədər uzana bilər. Yəni videomuz bu qədər idi. Video
faydalı oldusa bəyənməyi unutmayın. İndi növünüzə təşəkkür edirəm.